tapmıram danışmağa. Bir anda hamımız sevindi, ümidləndi ki, mərhələni keçdik. Ama qismət deyilmiş. Nə var, qismət beləmiş. Oyun baxımından, yəni mən çox maraqlıdır. Soyunub yeyinmə otağında nələr danışıldı həmin andan sonra, əgər sir deyilsə. Ondan sonra hamıya mesaj gəldi, dənlər gəldi ki, hakim niyə o qərar verdi bilmədi. Sözün düzü, hamı sevinəndə mən baş hakimə baxırdım. Baş hakim bir 10-15 saniyə yan hakimə baxırdı ki, nə deyirsən sən? Yəni, başa düşməmiş də nə deyir ona? Çünki baş hakim düz epizodu görürdü, düz gözünün qabağındaydı. Başa düşmədi ki, nə deyir ona? Neçə dəfə soruşdu, yəni bəlkə də belə həvəskar kameralardan görsənər o epizod ki, bir 10-15 saniyə vermirdi qərarını. Ki, nə deyirsən, o da axırda belə başına göstərdi, nətər olsa dedi ki, offside deyildi qismət. Ümumi dəyərləndirəndə bütün oyunları bir yerdə, Rəşadlər bildiyimizə görə göz yaşlarında saxlaya bilməmişsiniz. Bəlkə də bir də belə fürsət olmayacaq. Şəxsən mənim üçün bəlkə də bir belə şans olmayacaq. İstəliydi, oynayıram, söz tapmıram danışmada. Böyle çox söz yoxdur danışmağa. Əlimizdən gələn elədi, özünüz də görürsünüz ki, çox danışırdılar ki, 2 dənə heyətləri var, artıq meydana buraxmaq adamımız yoxdur. Müdafiəçi buraxırıq oyuncunu gücləndirmək üçün. Çox deyirdilər ki, Braziliyalıların hesabını oynayırlar, artıq Braziliyalılardan cəmi biri qalıb. Yəni artıq heyətimizdə də problemlər var, özünüz də görürsünüz bu günləri. Neftçi ilə də bu oyunda da məcburidik ki, eynən heyətlə oynamağa. Çox belə nəsə bir dəyişik eləməyə materialımız da yoxdur. Amma yenə fikirləşəm, ağıllı oynadıq bu günləri. Bilirdik ki, Inter'in oyuncuları çalışsaylar özünü məşqçilə isbatlamaq üçün həvəsli oynayacaqlar. Və biz də çalışdıq, ağıllı müdafiə olub, əks hücumlarda yaxalayaq. Yaxşı əks hücumlarımız da oldu. Belə bir-iki dənə yaxşı qol epizoduna girdik. Demək olar ki, rəqibin bir dənə qol epizodu yoxdur, yadıma gəlmir. Amma yəni son dəqiqədə qol, bəlkə qol olmasaydı da bu qədər heyfslənməzdi, amma o qol çox məyus elədi. Biz bəlkə də illərlə yadımızdan çıxmayacaq epizodu. Bəlkə bir də belə şans olmayacaq. Yəni, nə bilim, bəlkə Azərbaycan klubuna bir də belə şans olmayacaq. Teşekkürler. Yəni, Erbil da oyundan sonra deyir ki, yoxdur offside, yoxdur offside. Mən də baş hakimimi bildim ki, özləri deyirlər ki, yoxdur da offside. Amma artıq qərarın dəyişikliyi deyildi. Üzerlə vurduğu qol açıq. 6-10'dan ən xoşum. Nəsə danışmaq. Bu günləri uşaqlara minnətlərimi bildirmək istəyirəm ki, bu oyunda təzyiq qarşısında, bu oyunda adlı komanda qarşısında lazım olan oyun oynadılar, lazım verilən tapşırıqları həyata keçirdilər və sona qədər mübarizə apardılar. Biləndə ki, məsəl üçün orada 1-0'dır. Yəni biz bir anlıq hücumlarımızı artırdı. Sonra dedilər 1-1 də azarkeşlər də sevinməyə başladı. Özünüz də fikir verirsiniz, yoxsa bizim müdafiəyə təzən çəkildik. Təzdən xəbər gəldi ki, 1-0'dır, biz təzdən atıldıq irəli hücumlara və Allahın köməklə qol vurduq. Yəni uşaqlara minnətdarım bildirəm ki, mən çox narahat edim ki, bu günləri uşaqlar öz oyunlarını göstərəməyəcəklər, təzyiq altında düşəcəklər, amma fikirləşəm, oynadılar, əlimizdə olan materialı göstərib, olan futbolçuları nəzər alsan, əllərindən gələn maksimum elədilər. Bəlkə də bu qrupda ən belə ağıllı, ən belə yaxşı oynadığımız oyun edir. Teşekkürler sana.